Salam əziz şagirdlər. Bildiyiniz kimi bugün OTK sınağı oldu. 11-ci siniflər üçün birinci sınaq. Orada 29-cu və 30-cu sual şagirdlərin nisbətən çətinlik çəkdiyi sual olur. Ona görə istədim ki, 29 və 30-cu sualın qısa izahını verim. 29-cu sual belə idi ki, complete the sentence by changing at least two words according to the passage. Mətnə ən azı iki sözü dəyişməklə, cümlə ən azı iki sözü dəyişməklə tamamlayın. Mətndən olan hissə belə idi. In the early 20th century, mobile libraries served individual homes and entire rural centers. Burada əsas məsələ nədir? Verilmiş sözlərdən ikisini sinonimlə əvəz eləməliydik. Individual sözün yerinə private və ya personal yaza bilərdiniz. Home sözün yerinə houses verə bilərdiniz. Entire sözün yerinə whole, bütöv, tam və yaxud all da vermək olar. Rural, kənd sözüdür, amma sifətdir. Biz bunu bu situasiyada countryside və yaxud village ilə əvəz eləyə bilərdik. Centers'da mərkəzlər bu situasiyada community sözü də oturur, amma daha yaxşı olar areas və places sözlərini yazmaq. Yəni bu 5 sözə bu 5 sözlərdən dəyişiklik eləmişsə doğru cavab yazmışsınız. Yox, başqa sözü yazmışsa əgər əmin deyilsiniz, düzdür yoxsa səhvdir, rəy bölməsinə yaza bilərsiniz. Mən sizin üçün bildirərəm ki, yazmaq olar yoxsa yox. Və 30-cu sual belə idi. What are libraries used for? Kitabxanalar nə üçün istifadə edilir? Bu cümlələri bilirik ki, ən azı 3 cümlə ilə tamamlamalıyıq. Tamamlayarkən meyara əsasən cümlələrdən biri mürəkkəb cümlə olmalıdır. Və həmçinin də bağlayıcıdan da istifadə eləmək yaxşı bir hal sayılır. Libraries are used for reading and borrowing books. Kitabxanalar kitab oxumaq və yaxud kitablara borc götürmək üçün işlənir və yaxud cümləni belə başlaya bilərsiniz. Firstly, I must say, birincisi deməliyəm ki, libraries are used for reading and borrowing books. People go there, bağlayıcıdan istifadə edə bilərsiniz. Additionally, people go there to study, do research and find information on many topics. Və sonda da in the end, I want to add, əlavə eləmək istəyirəm ki, that they are also quiet places where students can concentrate and improve their knowledge. Bu formada verə bilərdiniz. Və yaxud başqa bir versiya göstərim, belə başlama olar. I am of the opinion that libraries are important places where people can learn new things. Mürəkkəb cümlə şərtini ödədik. They offer books, bağlayıcı əlavə eləyə bilərik. Moreover, they offer books, magazines and computers for research and study. Additionally, many students use libraries to prepare for exams or work on school projects. Başqa bir versiya. Firstly, I must say that people use libraries. Yox, əgər kitabxanalar işlənir kimi yazsınız, o zaman şagirdlər bəzən belə yazırlar. Libraries used. Olmalıdır, libraries are used by people to read, study and explore different subjects. Additionally, they are good places to find reliable information. In conclusion, sonda, libraries also help people develop their reading habits and improve their language skills. Gördüyünüz kimi, mümkün qədər çalışıram ki, bağlayıcılardan və ya bağlayıcı sözlərdən istifadə edeyim. Və sonda, libraries are used for gaining, getting knowledge and discovering new ideas.
getting də verə bilərik. Sonra ikinci cümləyə keçəndə yaxşı olar ki, bağlayıcı sözlərdən istifadə eləyəsiniz. Gəlin bu dəfə belə başlayaq. Firstly, libraries are used for gaining və yaxud getting knowledge and discovering new ideas. Secondly, people visit them to read books, use the internet, or study in a peaceful environment. I am of the opinion that they are helpful for both students and adults və bunu da əsaslandırmışam because libraries help everyone improve their knowledge and skills. Və bir 4 nümunə verdim ki, 30-cu sualla bağlı çətinliyi olanlar üçün bir nümunə olsun. Həm fikir versəz, cümlələrdə bir mütləq biri mürəkkəb olub cümlələrdən və həmçinin mümkün qədər çalışdım ki, bağlayıcı sözlərdən istifadə edeyim.